بسم الله الرحمن الرحيم به نستعين وهو خير ناصر ومعين وصلى الله على سيدنا محمد وآله الطاهرين. İbadallah, usikum ve nefsi bi takvallah. Aziz mümin kardeşler, değerli kardeşler, özümü və siz, əziz mümin qardaşlarımı ilahi təqvaya dəvət edirəm və Allahdan bu cümə günündə təqva əsasında yaşamağı və təqvalı olmağı və riayət eləməyi Allahdan istəyirəm ki, hamılarımızı bu yolda müvəffəq eləsin inşallah. Cümə günüdür, mübarək gündür, mübarək bir yerdəyik və savab əməllərinin üzərinə savab artan bir gündür ki, bu günləri əməllər, insanların gördüyü yaxşı əməllər Allah Teala bir neçə bərabər savabını artırır və savab yazır. İnşallah bizim fəzilət və xeyir mükafat gördüyümüz bir gündür. Allah inşallah hamımıza əməl dəftərimizi xeyirlə inşallah doldursun və xeyirli bir gün olsun, bərəkətli bir gün olsun inşallah. Bir mövzuda ki, cümənin hər zamanda mövzusu olub və cümənin də xütbələrinin əsas başlanğıcı və şərtlərindən biri hər iki xütbənin, həm birinci və həm ikinci xütbənin əvvəlində tövsiyə olunan sifət ki, gərək müminlərdə ola o təqva sifətidir ki, həmişə sifariş olunur o təqvaya. Görürsən, o sifətə xüsusi olaraq sifariş olunur, tövsiyə olunur təqvalı olmağa. Ona görə biz rivayət və Qur'an-ı Kərimdən keçmişdə neçə illər ərzində artıq biz eşitmişik, təqva haqqında xütbələrə qulaq asmışıq, söhbətlərə qulaq asmışıq, müxtəlif rivayətlər eşitmişik və Qur'an-ı Kərimdən mən bir neçə dənə nümunə gətirəcəm. Yəni, məlumatımız və mərifətimiz, məlumatımız kifayət qədər var təqva haqqında. Yəni, qulağımız çox eşidib, belə desək ki, təqva, təqva, təqva. Amma mən bu günləri o təqvanın nəzəri və əməli haqqında xüsusən qeyd eləmək istəyirəm ki, necə eləyək, nə əməllər görək, hansı şeyləri tanıyaq, mərifətimiz və bilgimiz artsın ki, o sifət ki, Allah yanında bəyənilir, o sifətə çata bilək, əməl eləyə bilək, əməli şəkildə, praktiki şəkildə onu yerinə yetirə bilək. Çünki fəqət bilgi kifayət eləmir. Bəzən bilə-bilə də insan görərsən ki, təqvadan çıxa bilər, ilahi hududları qorumaya bilər. Bilmək kifayət deyil ki, inşallah işarə edəcək. Qur'an-ı Kərimdə bilirsiniz ki, Qur'an-ı Kərimdə hidayət əgər desək, Bəqərə surəsinin əvvəlində buyurur ki, Bismillahirrahmanirrahim, bu bir kitabdır ki, onun Allah tərəfindən haqq olmasına bir şək şübhə yoxdur. Hudən lil-muttəqin. İnsanları hidayət edir. Hansı insanları? Təqvalı insanları. Təqva sahiblərini hidayət edir. O adamlar ki, pəhriz yaşamağı sevirlər və çəkinirlər günah eləməyi, deyib, bunları hidayət edir həmişə. Görəsən, başqa bir ayədə buyurur ki, Allah yanında ən hörmətliniz kimdir? Daha çox təqvalı olanlarınızdır, daha çox pəhrizkar olanlarınızdır. Bu da Qur'anın ayələrindən. Başqa bir ayədə buyurur ki, İ'dilu, ədalətli olun. Deyir, İ'dilu, huvə əqrabu lit-təqva. Çünki ədalətli olmaq təqvaya
yaxın olmaq deməkdir. Təqvalı olmaq deməkdir. Ədalətli olmaq. Allah əmr edir, ədalətli olun və ədalətli olmaq huvə əqrabu lit-təqva. Təqva üçün ən gözəl, ən belə insanı təqvaya yaxınlaşdıran ədalətli olmaqdır. Ədalətlə rəftar, istər fərdi olaraq, istər ailə içərisində, istər ictimai olaraq insan ədalətlə yaşasa, əməl eləsə və insan yetişər təqvaya yaxın olan məqsəd budur. Başqa bir ayədə buyurur ki, İnnəlləhə yuhibbul muttəqin. Ki, çox eşitmişdik ki, Allah kimi sevir? Allah Qur'an-ı Kərimdə bəyan edir bu ayələrlə ki, hidayət olunan təqvaya görədir, kəramətli olan təqvasına görədir, hörmətli olan təqvasına görədir, ədalətli olan təqvalı olandır. Və burada da buyurur ki, Allah kimi sevir? Deyir ki, Allah təqvalıları sevir. Hər birimiz Allahın məhbubiyyətinə, Allahın sevimli bəndəsi olmağı arzulayırıq çərimizdə. Təbii ki, istəyirik ki, çərimizdən bu arzu keçir ki, Allahın istəhli bəndəsi olaq. Allah Quranda buyurur, kimdir Allahın istəhli bəndəsi? İnnəlləhə yuhibbu. Yuhibbu yəni sevir. Məhəbbəti var, sevgisi var. Kimə? Yuhibbul muttəqin. O təqvaya, pəhrizkarlığa, Allahın huzurunu hiss edib, Allahın huzuruna görə, Allahın ona nazir olmağına görə Allaha hörmət qoyur. Yəni təqvanın mənası. Ki, Allahın huzurunu hiss edir. Allahın ona nazir olmağını, ona baxmağını, onun əməllərini müşahidə etməyinə, nəzarət etməyinə hörmət qoyur və ondan çəkinir. Onu vüqarlı bilir. Və bu təqvanın qısa olaraq mənası. Nəinki təqva qorxmaq mənasındadır. Bəzən deyirik ki, qorxun Allahdan. Öz əməllərinin insan aqibətindən qorxar. Öz əməllərinin aqibətindən insan qorxar. Nəinki Allahdan. Ki, Allahın əzabı da vardır. Ona görə bu ayələri mən kənara qoyuram. Bunlardan keçirəm ki, çox eşitmişik. Allah Qur'an-ı Kərimdə buyurur ki, İttəqullaha hatta tuqatih, haqqa tuqatih. Buyurur ki, nə qədər başarırsınız, haqqı nədir, o qədər təqvalı olun. Yəni, heç əysik olmasın təqvanızda. Təqvaya nə lazımdır təqvalı olmağa Allah qarşısında riayət olunması vacib nədirsə də və Allahın qadağa qoyduğu nədirsə də ondan çəkinin və yerinə yetirin, haqqa tuqatih. Təqvanın özü nəyi tələb edir? Axıra qədər çalışın, elə təqvalı olun. Yarımçıq yox. Amma başqa bir ayədə də görürsən ki, yüngülləşdirir biraz. Bir çox ayələr var, belə möhkəm tapşırır və sonradan da buyurur ki, İttəqullaha məstətə'tum. Başardığınız qədər təqvalı olun. Nə qədər başarınız var, başarınız nə qədərdir, səhlənkarlıq etməyin və təqvalı olun. Bu da Allahın ayələrdə, müxtəlif ayələrdə tapşırıqlardır. Əlbəttə ki, təqva bir qüvvədir ki, İnsan əgər onun vasitəsilə insan özünün istəklərinin üzərindən qələbə çalsa, hakimiyyət eləyə bilər. Yəni, hökmranlığı qazana bilər. İnsan əgər təqva sifətinə malik olsa, təqva elə bir qüvvədir. Belə başa düşək ki, elə bir gücdür. Qüvvədir ki, əgər insan onun vasitəsi ilə özünü və öz nəfsani istəklərini üzərində hakim olsa, hökmranlıq ondandır. Yəni, eləyə bilsə ki, qələbə çala, öz istəklərinə elə bir güc var təqvada ki, insan eləyə bilər ki, nəfsinin üzərində hakim kəsilə, səltənəti ola.
rəhbərliyi ola, padşahlığı ola öz nəfsinə. Bu belə qüdrətdir, qüdrətli bir adam ola. İradəsinin qarşısında möhkəm bir iradə göstərdə təqvalı olmağa. İ'mal, İmam buyurur ki, İ'mal bi fəraidillah təkun ətqan nas. Buyurur ki, Allahın vacibatını yerinə yetir, ən təqvalı insan olarsan. Vacib nədir? Sən onu yerinə yetir, ən təqvalı insan sən olarsan. Ən təqvalı, ən pəhrizkar, ən özünü sevən, ən özünü qoruyan, ən özünü saxlayan günahlardan sən olarsan. Əgər sən vacibatı yerinə yetirsən. Vacibatı yerinə yetirsən. Aleykumussalam. Salavat zikr eləyək inşallah. Allahumma salli ala Muhammed və al. Əlbəttə ki, təqva bir dənə bu insanda bu qüvvə təkrarlansa və insan biraz məşəqqət və zəhmətlərə düşsə təqva yolunda gərək zəhmətlərə düşəsən, məşəqqətə düşəsən və təkrarlayasan ki, yəni təqvalı olasan, yəni məşq eləyəsən öz üzərindəki sən o xüsusiyyətə ki, təqvalı xüsusiyyətinə, təqva sifətinə çatmaq üçün məşq eləməlisən. Yəni, təkrarlamalısan bəzi əməlləri ki, təqvalı olasan. Biraz məşəqqət və çətinliklər, sıxıntılara da düşə bilərsən. Əgər o məşq eləsən, məşəqqətə də düşsən, ruhi və mənəvi qüdrət bacarığına insan çata bilər. Ruhi və mənəvi bacarıq insanda yaranar. Həm ruhi, həm mənəvi cəhətdən insanda bir qüdrət və bacarıq yarana bilər, istedad yarana bilər. Nəfsinin kəraməti, əlbəttə ki, insan hiss eləməlidir ki, insanın bir nəfsinin kəraməti var. Allah hörmətli yaradıb insanı. Və ləqəd kərrəmnə bəni Adəm hörmətlidir. İnsanda bir cövhər var, bir varlıq var. İnsanda bir varlıq var ki, o insanda çox qiymətlidir, o ruhdur. İnsan özünü təkcə cisim bilməməlidir və ona görə insanda o gövhər qiymətli bir şey ki insanda var, günahın çirkinliyini insana kömək edir tanımağa və nəticədə elə bir zamanlar, elə bir şeylərlə rastlaşa bilər ki, elə bir günahlarla rastlaşa bilər ki, o zaman insan səhvlərə yol verməyə bilər. Çünki özünün, nəfsinin içərisində olan ruh, Allahdan olan üfürülən ruh, o cövhərini, qiymətini bilir. Bu bir məsələdir. Əlbəttə ki, bu məsələlər gərək insan axirəti tanıya, Allahı tanıya, əməllərə diqqət eləyə, hesab kitab gününə inana. Bu məlumatlar onunla yəni xəbərdar olmalıdır Allahın əzəmətindən və xəbərdar olmalıdır qiyamətdən, xəbərdar olmalıdır miad, sorğu, sual, hesab günü və Allahın əzəmət və cəlal və cəmal sifətlərini tanımalıdır. Allahın gözəl adlarını tanımalıdır ki, Allahı tanıya və ta bu sifətə əməl eləyə. Ona görə insan əgər şeytanı tanıya və onun vəsvəsəsini də tanıya ki, dünyanı tanıya və bilə ki, şeytan da var, vəsvəsə var və bunları insan tanıdıqca, bildikcə axirət var, əbədi bir həyat var, məhdud bir dünyadan sonra bir əbədi bir həyat var. Bunları tanıdıqdan sonra insan onda başa düşür ki, Allahın dəvətini qəbul etmə onu diriliyə çağırır. Onda insan başa düşür ki, Allah gedir, istəcibu lillah və Peyğəmbərə
və Allaha, Allahın və Peyğəmbərin dəvətini qəbul edin, limə yuhyikum. Sizi dəvət edəndə nəyə? İnsan miad, şeytan vəsvəsəsini özünü tanıdıqda, Allahı tanıdıqda, hesab, kitab, bunların hamısını tanıdıqda insan onda dərk eləyə bilir ki, Allahın dəvətini qəbul edir və çünki Allahın dəvəti onu diriliyə aparır. Və şeytanın dəvətini qəbul etmir, ona görə ki, şeytanın dəvəti onun həlak olmasına gətirib çıxarır. Əlbəttə ki, bu sözləri adam bilmək var, bir də var adam bilir. Bir də var ki, insan gərək əməl eləyə ki, o sifətə yetişə, praktiki cəhətdən də məşq eləyə, təqvalı olmağa, nəinki məlumatı ola. Ola bilsin, məlumatı var, hə, təqvalı olmalıyıq, bunu eləsək belə olar, bunu eləsək aqibəti bu olar, bilə bilərik, məlumatımız da olar, amma bununla yanaşı günahlara da düçar ola bilərik. Ona görə necə deyərlər ki, əməlsiz elm meyvəsiz bir dənə ağaca bənzəyir. Əməlsiz elm. Ola bilsin, sənin elmin var, məlumatın var bir şeydən, amma əməl eləmirsən. Elə bil ki, heç bir faydası yoxdur. Gərək əməlsiz elm, bir şeyi bilirsən, elmin var, məlumatın var, amma əməl eləmirsənsə də, məşq eləmirsənsə də, təkrarlamırsansa da o sifətə çatmaq üçün buyurur ki, elə bil ki, meyvəsiz ağaçdır. Və yaxud da bəzi yerdə insan gərək salih əməllər görə. Salih əməllərlə insan qazana bilər, təqvalı olmalı, salih, yaxşı əməllərlə və xoşa gəlməz əməllərdən çəkinməklə və salih əməllərlə qazanmaqla eləyə bilər yaxşı zada. Və insan əgər kamal axtarırsa da, mütləq mənada kamala çatmaq və əxlaqi, mənəvi dəyərlərə çatmaq istəyirsə də, gərək salih işlərlə məşğul olar. Və əgər salih işlərlə məşğul olmasa, elə bil ki, bunu da bənzədirlər, kamansız bir oxa bənzədirlər ki, kamansız bir oxdur. Ox var, amma kamanı yoxdur, hədəfə yetmək üçün, atmaq üçün heç bir mənası yoxdur. İnsan hədəfə tam şəkildə çata bilməz. İnsan təqvanın hardan hasil eləyək? Qidalanma mənbələri hardandır? İnsan təqvanı hardan ala bilsin? Hansı mənbədən ala bilsin? Buyurur ki, insanın iki mənbədən insan eləyə bilər. Bir, tanıma mənbəsi var. Tanıya, mərifəti ola ki, budur. Ki, neçə illərdir artıq bu barədə bizim söhbətlərimiz olub, ayələrdən, hekayələrdən, hədislərdən. Bir də insanın əməl mənbəyi olmalıdır ki, mən nəyə əməl eləyim, bildim. İndi nəyə əməl eləyim, nə cür əməl eləyim ki, ta təqvaya yetişə bilim. Ona görə bunun tanıma, mərifət mənbəyi ki, biz bu barədə məlumatımız olmalıdır təqva haqqında və yaxud da günah haqqında, din haqqında nəyləri tanımalıyıq. Bu barədə bizim məlumatlarımız var, mən bir neçəsinə də işarə eləyəcəm. Tanıma mənbəyinin özü neçə növə bölünür, neçə hissəyə bölünür. Dedik ki, həm tanımaq, həm bilmək, təhcə bilmək kifayət eləmir, bilə-bilə də günaha düşə bilərik, həm də praktiki cəhətdən əməl eləmək gərək bizim xəttimizdə, iradəmizdə ola, əməl eləmək, məşq eləmək, təkrar eləmək, ta təqva sifətinə çatmaq üçün. Dedik ki, özü, mərifətin özü, tanımanın özü bir neçə yerə bölünür ki, nəyləri tanımalıyıq. Özü 6 dənə mən burada qeyd eləmişəm, inşallah ikisini deyəcəm, sonrası qismət olsa başqa vaxtları izah edərəm. Biri budur ki, insan özünü tanıya, nəfsini tanıya. Ki, hədisdə də var, Əmir əl-Müminin əleyhissalam buyurur ki, hər şey insanın özündən başlayır. Kənarda, eşikdə heç nə axtarma. Özün içərindədir, bütün sualların cavabı da, tapmaq da, hər şey içərində qoyulub. İnsan özünü
sirkələsin, özünü biraz arasın, darasın, araşdırsın özünü. Mən arafə nəfsəh fəqət arafə rəbbəh, ləqəd arafə rəbbəh. Həzrət Əmir-əl-Möminin ən çox eşitdiyimiz sözlərdir. Hər kəs özünü tanısa, nəfsini tanısa, Rəbbini də tanıyar. Oradan başlayır. Nəfsindən, insan öz nəfsindən biraz özünlə məşğul ola. İkinci də Allahı tanımaq və üçüncü də günahın həqiqətini tanımaq ki, günah insanı öldürəndir. Günah insanın aqibətini cəhənnəmə atandır. Bu üç dənə özünü tanıma, Allahı tanıma, özünü tanıma və günahın həqiqətini tanıya ki, günah insanı məhv edir. Günah insanın cəmiyyətini, ictimaiyyətini, fərdi həyatını, aqibətini məhv edir, həlak edir, əridir, yox edir. Dördüncü, dünyanı tanımaq. Biz hələm dünyanı çox da yaxşı tanıya bilməmişik. Hələm dünyaya başqa şeylərdən çox ki, iman gətiriləsidir. Dünyaya daha çox bel bağlamışıq və daha çox inam gətirmişik. Hətta axirətdən çox dünyaya imanımız daha çoxdur dünyaya. Dünyaya hələm bel bağlamışıq. Bu cür dördüncü, dünyanı tanımaq. Beşinci, axirəti tanımaq. Altıncı, şeytanı tanıma. Şeytanı tanıma, şeytanı da yaxşı tanımamışıq. Elə deyirik, lağlağa kimi deyirik ki, şeytan, şeytandır, şeytan əməlidir. Amma heç tanımamışıq onu ki, o şeytan andıcı وَلَقْ أَقْعُدَنَّ لَهُمْ عَلَى صِرَاطِكَ الْمُسْتَقِيمِ. Şeytan andıcı ki, mən dayanacam bəndələrin qarşısında sənə gedən yola getməsinlər. Şeytan bu cür şeytandır. Biz hələm tanımamışıq. Hər şeydən döndərir. Vəsvəsələr, fikirlər yaradır, şübhələr yaradır. Şübhə yaradan insanlarla rastlaşdırır. Və bizim hər cürə yola bizi çəkə bilər. Şeytanı tanımaq, axirəti tanımaq. Biz dünyanı nə qədər tanımışıq? 6 dənə şey. Özümüzü tanımaq demək, Allahı tanımaq, günahların həqiqətini tanımaq, dünyanı tanımaq, axirəti tanımaq və şeytanı tanımaq. Bu şeyləri gərək biz bilək ki, ta biz bu şeyləri bildikdə gərək o yola gedək. Nəfsi tanıma haqqında mən bir neçə dənə inşallah ki, sözlər çoxdur. Mən buna müqəddimə olaraq başladım. Əlbəttə ki, amma qısası budur ki, insan bilsə ki, mənim nəfsim Allah tərəfindən məndə olan bir cövhər var, qovhər var. Bunu bir bənzədək ki, buna ki, məsələn, bir adamın əlində bir qovhər ola, məsəl üçün, yaqut ola əlində, qiymətli bir daş ola. Əgər onu tanıya bilməsə, onu bir rahatca oda atıb, onu aradan aparıb əridə bilər, yox eləyə bilər, külə döndərə bilər. Əgər qiymətini o daşın bilməsə, qiymətli bir daş. Bizim nəfsimiz də, ruhumuz da o cürdür. Əgər biz bilməsək ki, bizdə nə qovhər yatır, ki, o bir yüksək bir məqamlara yetişə bilər, onu rahatca günahlarla məhv eləyə bilərik, cəhənnəmə sala bilərik və rahatca insan eləyə bilər ki, onu aradan aparar. Ona görə Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, biz insan evladını həm şərafətli və həm hörmətli yaratdıq. Ona pak yeməklər verdik və bir çox məxluqatlardan onu üstün qərar verdik, fəzilətli qərar verdik, şərafətli qərar verdik. İnsan belə bir məxluqdur. Allah Teala insanın haqqında danışır və Qur'an-ı Kərim insan üçün nazil olub, insanla danışır. Deyir ki, biz ona çox məxluqatlar, ona düz yaratdıq, ona nitq verdik, kəramət verdik, şərafət verdik. Şərafətimiz nədədir? Danışırıq. Bir-birimizi başa düşürük, şuur verib, bir-birimizi başa düşə bilirik, görə bilirik, əlimizlə yiyə bilirik, qamətimizi düz yaradıb, düz yeriyə bilirik. Bunlar hamısı insanın hörmətidir, başqa məxluqatlardan fərqidir. Hər şeyi insan üçün yaradır. İnsan öz kəramətini bilsə
və insan öz kəramətini bilsə, insan eləyə bilər Allah yolunda və ən yüksək məqamlara yetişə bilər. Ən yüksək məqamlara yetişə bilər. Ona görə mövzular çox idi, amma mən fəqət bu cümlə ilə qutarıram. İzahatlar çoxdur, vaxt da azdır. Kaş cümə xütbəsində əlbəttə ki, tez adam eləyə bilmir tamamlaya, amma görürük ki, məsəl üçün bəzi vaxtlar çatdıra bilmir, azdır vaxt ki, az bir vaxtda nəyisə çatdırasan. O TikToklara baxmayın, onlar 5 dəqiqədə, 3 dəqiqədə baxırsınız, elə bilirsən söhbət odur. O 40 dəqiqənin içindən, 50 dəqiqənin içindən seçilib, izah olunandan sonra o 5 dəqiqə, 3 dəqiqə, 1 dəqiqə seçilib, ola bölünür. Amma bu minbər əgər cümləyə gəliriksə da, vaxtımızı bir saat sərf edirik, bu kifayət eləmir. Bir çox şeylər var ki, izahla lazımdır. Biz də başqa vaxtlar təəssüf olsun ki, görüşə bilmirik. Yəni, fəqət axşamlar görüşə bilmirik ki, oturaq bir saat özümüzə vaxt eləyək. Bir dairə, çay içək, danışaq. Fəqət cümədə də hamı tələsir. Hamının da ürəyindəndir ki, tez cümə qutarsın, TikTok kimi bir dənə mövzu olsun, TikTok mövzusu olsun və tezcə qutarsın, nə yaxşı oldu bu. Belə, bunlar hamısı bilirik də, göz, qaş, bütün hamısı sözlər gəlir, çatır, hamısı. Mən ona görə burada kifayətlənirəm. Sözümü bilmirəm nə dərəcədə izah edə bildim. Fəqət sonuncu sözüm budur ki, Həzrət Rəsul-i Əkrəm buyurur ki, Həzrət Rəsul-i Əkrəm buyurur, ən üstün iman odur ki, biləsən harda olsan, Allah səninlə bir yerdədir. Bax, bu təqvanın ən gözəl mənası, imanın ən gözəl mənası budur ki, ən üstün iman Peyğəmbər buyurur, ən gözəl iman budur ki, hər yerdə olsan, biləsən ki, Allah səninlə. Yəni, hiss eləyəsən Allahın sənə nazir olduğu və bu cümləni də fəqət xatırlatma ünvanında deyirəm ki, təqva Allahdan qorxmaq deyil, pəhriz saxlamaqdır. Necə ki, bir dənə doktor insana desə ki, həkim insana desə ki, bu şeyləri yemə sənin xəstəliyinə zərərdir, insan doktordan qorxmur ki. Doktordan qorxusu yoxdur ki, o xəstəliyindən qorxur. Özünə görə, özünü sevirsə də, özünün yaşamasını istəyirsə də deyir ki, bu mənə zərərdir və mən gərək bundan çəkinəm. Pəhriz saxlayır, yəni ehtiyat edir, çəkinir ona zərər verəcək şeylərdən. Təqvanın bir mənasını belə başa düşür. İnsana deyilər ki, sürətlə maşını sürmə, mənası bu deyil ki, məsələn, insan qorxur nədənsə də. Bəli, özündən qorxur ki, birdən mən çox sürətlə sürərəm və təhlükəyə düşərəm, həyatım əldən gedər. Aydın oldu mu? Ehtiyat edilir. Yəni, təqvanın mənası Allahdan qorxmaq yox. Yəni, özünə görə ürək yandırırsan, can yandırırsan və qorxursan və çalışırsan ki, və ehtiyat edəsən özünü qormaqdan ötürü. Ona görə təqva qorxu deyil, pəhriz saxlamaqdır. Yəni, çəkinməkdir, qorunmaqdır, özünü qormaqdır, öz xeyrini axtarmaqdır. Şərə düşməməkdir. Təqva bu mənada inşallah başa düşülsün. Və çəkinmək nədən? Allahın huzurunda ehtiram etməkdir təqva. Allahın huzuruna, Allah bu saat bizi görür, bəli, görür. Ya hazir, ya nazir. Ariflərdən birinə dedilər ki, mənə bir şey öyrət ki, hey Allahı hiss edeyim ki, mənim yanımdadır, mənə baxır. Dedi ki, bu iki zikri dinən, çox dinən, təsbih götür, təsbihsiz, maşınla gedirsən, oturursan, boş vaxtın olanda dinən, ya haziru, ya nazir, ey huzurunda oturduğum Allah, ey həmişə mənim yanımda hazır olan Allah, ya nazir, ey mənə baxan Allah. Bu iki dənə zikir Allahın sifətlərindəndir. Ki, ey mənim hazır olan, qeybdədir Allah, Allah bizi hər yerdə görür. Və ya nazir, ey mənə baxan Allah, nəzarət eləyən Allah, deyə kifayətdir. İnsan bunu bilsə və günahlara yaxınlaşmaz və təqvalı olar. Allahın huzuruna hörmət qoymaqdır təqva. Allahı nazir görməkdir, ona baxan görməkdir təqva. Allah inşallah bizi iman yüksək
əhlindən qərar versin, imanın kəmala çatmış və təqvalı olan imanı hamılarımıza nəsib eləsin. Təqvalı olmağı, təqva yolunu tutmağı və təqva yolunda iradə eləyib, əmələn inşallah məşq eləməyi, təkrar eləməyi və insan çətinliyə də düşsə, Allahdan kömək istəməyi, tövfiqat, müvəffəqiyyət istəməyi ki, bu yolda Allah bizi nəfsimizi saflaşdırmaqda və təqvalı olmaqda ki, Allahın ən hörmətli şəxsi təqvalı olanda o yola getməkdə Allah hamımızın yardımcısı olsun, Allahdan istəyək. Allah İmam-ı Zamanın zuhurunu təcil eləsin inşallah, xəstələrə şəfa inayət eləsin. Hər yerdə məzlum müsəlman xalqı var, Fələstində, İraqda, Livanda, Yəməndə, hər yerdə Allah tezliklə fərəc və qurtuluş versin İlahi Pərverdigara. İlahi Pərverdigara, müştəhidlərimizin ömrünə bərəkət ver. İlahi Pərverdigara, İslam düşmənlərini məhv və nabud elə. Zalimları, o kəslər ki, Əhl-i Beytlə, İslamla, Qur'anla, haqla, ədalətlə düşmənçilik eləyirlər, onları həlak elə. Allah aqibətimizi xeyr eləsin, ölənlərimizə rəhmət eləsin və bizi bir-birimizə mehriban eləsin, birliyimizi, bərabərliyimizi əlimizdən almasın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Qul huvəllahu əhəd. Allahu samad. Ləm yəlid və ləm yulad. وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ. Siz gönderdin mi sen? Ya Rab. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil amin. Habibina ve habibi ilahil alemin. Ebu'l Qasim'il Mustafa Muhammed. وعلى فاطمة وصل على فاطمة الزهرة سلام الله عليها وعلي بن أبي طالب عليه السلام والحسن والحسين عليهما السلام وعلي بن الحسين عليه السلام وعلي بن الحسين عليه السلام ومحمد الباقر عليه السلام وجعفر الصادق عليه السلام وموسى الكاظم عليه السلام وإمام الرضا عليه السلام وإمام الجواد عليه السلام وصل على إمام علي النقي عليه السلام وصل على هادي المهدي عليه السلام السلام على حسن العسكري عليه السلام السلام على قائم المهدي عجل الله فرجه الشريف İbadallah, usikum və nəfsi bi təqvallah. Möhtərəm qardaşlar, özümü və siz qardaşlarımı ilahi təqvaya dəvət edirəm və Allahdan həmişə bu dua edirəm ki, Allah sizi və bizi təqva əhlindən qərar versin inşallah. Allah Qur'an-ı Kərimdə bu ayəni keçmişdə də demişik, amma məqsədim bu ayənin üzərində və təfsirində, izahatında deyil, fəqət xatırlamaqdır və qısa şəkildə inşallah ümid eləyək ki, ikinci xütbəmiz birinci xütbədən çox az olacaq.
Və qısa bu ayəni fəqət xatırlamaq istəyirəm ki, inşallah ki, bu ayədə Allah Teala Pərverdigar-ı aləm, bizim Rəbbimiz, hər şeyimiz ondan olan, ehtiyaclarımızın hər bir şeyi Allahdan olan, Qur'anı bizə hidayət üçün göndərən, qanun kitabı olaraq göndərən bir Allah Qur'anda bizə bir əmr edir. Əmr etdikdə vacibdir ki, ona əməl edəsən. Buyurur ki, İnna Allaha ya'muru bil adli vel ihsan. Nəyə əmr edir Allah Teala? Buyurur ki, ey insanlar, müminlər, insanlar, bu kəs ki, özünə insan hörməti qaildir, özünə hörmət qoyur, vicdanı var, insandır, mömindir, qeyri-mömindir, hər bir kəs ki, insan adını özünə qəbul edilir, ünvanlanıb insan adından, fərqi yoxdur, mömin, qeyri-mömin. Buyurur ki, İnna Allaha ya'muru bil adli vel ihsan. Allah Teala şübhəsiz ki, fərdi olaraq ailə içərisində, ictimaiyyət içərisində olasınız, əmr eləyir ki, siz ədalətə riayət edəsiniz, ədalətli olasınız, tərəziyə riayət edəsiniz, tərəzinin gözünə baxasınız, yuxarısına, aşağısına baxasınız, həddini aşmayasınız və yaxşılıq etməyi əmr edir, ədalətli olmağı əmr edir, qohum əqrabalara yaxşılıq eləməyi, ədalətli olmağa əmr edir. İnsan Peyğəmbərə və onun əhl-i beytinə haqqını əda eləməkdə əmr edir ki, ədalətə və yaxşılığa riayət eləyəsiniz və yaxşılığı əda eləyəsiniz onların haqqında və çox çirkin günahlardan və zülmdən və həddi aşmaqdan Allah Teala sizi çəkindirir. Sizə Allah Teala öyüd verir, moizə edir ki, bəlkə ibrət götürəsiniz. Allah bir dənə ayədir, fəqət bir dənə ayədə neçə şeyə işarə elədi ki, birincisi əmr eləyir, xahiş eləmir. İnsan bəzi vaxtlar deyir ki, bunu eləsən yaxşıdır, yəni eləməsən də olar. Yox, əgər əmr eləyirəmsə də vacibdir ki, ona əməl eləyəsiniz. Ədalət, yaxşılıq və ondan sonra yaxınlara yaxşılıq eləmək, Peyğəmbər və onun əhl-i beytinə haqqını riayət eləmək və çox çirkin günahlardan, pis günahlardan ki, bəzi günahlar var, çox pisdir, aqibəti çox pisdir. Həqiqəti o günahın əgər insan görsə, gərək o günahlardan çox çəkinə. Necə ki, insan bir mikrobu görsə, həkim desə ki, bunun içərisində mikrob var və yoluxucu bir xəstəlik var. Əgər sən bunu içsən, yoluxacaqsan və mütləq müalicəsi də yoxdur, insan onu içər və onun mahiyyətini əgər göstərə bilsə ki, yəni bu suyun içində bir zəhər var ki, o səni öldürəcək. İnsan bəzi çirkin günahları o cür bilə ki, zəhər kimi bilə ki, insanı öldürəcək. Deyir ki, çox çirkin günahlardan çəkinin və Allahın nəhy etdiyi, xoşa gəlmədiyi işlərdən çəkinin və zülm eləməkdən çəkinin. Bu bir dənə ayədir ki, fərqi yoxdur, onu İnsan hansı millətdə olsa da, mən və sən müsəlman olaraq özümüz inşallah ki, əməl edərək özümüz bu ayəyə ki, zülm eləməyək, yaxşılıq eləyək ətraf mühitimizə və ədalətli olaq. Bu, İslamın əsas prinsipləridir və çirkin günahlardan və xoşa gəlməz şeylərdən çəkinək. Elə İslamın proqramı elə bu ayədə deyilən elə 4-5 dənə sözlə də insan hidayət ola bilər və hidayət edə bilər. Yəni, İslamın əsas şüarı ədalətdir. İslamın əsas şüarı yaxşılıq eləməkdir. İslamın əsas şüarı budur ki, günah eləmə. İslamın əsas şüarı budur ki, xoşa gəlməz işləri görmə. İslamın əsas şüarı budur ki, həddi aşma. Əxlaqi cəhətdən həddi aşma. Dilinlə danışanda həddi aşma kiminsə də haqqında. Yazınla həddi aşma. Pozunla həddi aşma, ailə hüquqlarında həddi aşma, qonşu haqlarında həddi aşma, Allah qarşısında həddini aşma.
Hər şeydə həddi aşmaq zülm. Yəni zülmdən uzaq ol. Bax, İslamın şüarı budur. Və bir bayraq düzəldib və bir şüar olaraq bu ayə ilə fəxr eləyə bilərik ki, bizim din zülmdən zülmə nifrət edir. Bizim din məzlumun tərəfdarıdır. Baxın, görün bu günləri dünyada nələr baş verir. Adam utanır vallah. Həqiqətən utanır o hadisələrə baxanda ki, bir insan bu boyda hələm qalsın bir Qəzzada törənən, Yəməndə törənən, bundan əvvəl Yəmənin hadisələrində nə qədər çətinlik, yeməyə çörək tap verdilər. Amma onların bir dənə Allaha imanı həddən artıq görürük ki, o qədər güclüdür ki, o qədər mənəvi, ruhi Allahdan qidalanıblar ki, onlar üçün dünya məhdud bir yerdir. Deyir ki, çox belə nail olsaq da bir neçə il nail ola biləcək buranın gözəlliyinə, bəzəyinə, düzəyinə, zinətinə, rifahına, əyləncəsinə. Amma deyir, biz eybi yoxdur, ac yataq. Amma ac dünyamızı dəyişək. Şəhadətlə daha böyük aləmə, şəhadətin bizim üçün qorxusu yoxdur. Qorxusu yoxdur. Amma kəramətimizi, hörmətimizi, Allahın hökmünü riayət edərək cihad edib, öz məqsədimizə faiz olacaq. Yəni, şəhadətə nail olacaq. Daha böyük fəzada dünya axtarırlar. Bu dünyanın çətinliyi, bəlası bundan. Allah inşallah o məzlumlara kömək eləsin inşallah ki, və bu bizim də vəzifəmizdir və müsəlmanların, qeyri-müsəlmanların, bu önləri müsəlmanlardan da çox, qeyri-müsəlmanlar da oyanıb və mənfur, düşmən, siyonist, düşmən, müsəlman kimi, başqaları kimi heç vaxtları özünü pis tanıttıra bilməzdi. Neçə ildir deyirdilər, heç kəs bəlkə də inanmırdı. Amma bu çirkin əməllərindən ki, Qəzzada, Şuağa, körpüyə, qocaya, məktəbliyə, məktəbə, xəstəxanaya, xəstəyə rəhm eləmədilər, öz çirkinliklərini dünyavi səviyyədə tanıtdırdılar və bu ilahi bir sünnətdir ki, özlərini öz əlinlə istəyir məhv eləyə və dünyada görürsən ki, nə qədər azad insanlar, vicdanlı insanlar görürsən ki, İngiltərədə, Fransiyada, başqa yerdə, hələm bəzi adamlar biraz məcbur olub, biraz siyasi hərəkət edir, amma bəzi azad insan, sevər insanlar var ki, onlar vicdanından gəlir o hərəkət və görürsən ki, milyonlarla çıxırlar, küçələrə çıxırlar, şüar verirlər və müdafiə edirlər. Və əlbəttə ki, mütləq ki, haqq öz yerini tapacaq, bunu yəqin bilək, Allahın izni ilə bir günləri o muşduluq gəlib bizə yetişəcək. Biz fəqət arzu edirik ki, bizim zamanımızda o yetişsin. Hər bir kəs vətəni olmalıdır və hər bir kəs bir vətəndə yaşayır. Biz də bir vətəndə yaşayırıq. Bunu da sözümü deyim, tamamlayıram. Biz də bir yerdə yaşayırıq ki, əlhamdülillah vətənimiz çox gözəl bir yerdə yerləşmişik. Həm təbiət cəhətindən, həm nəzür deyərlər ki, insanların bir-birindən yola getməsi, xüsusən dini zəmində, keçmişdə və indiki zamanda əlhamdülillah elə bir ciddi problemlərin yaşamamışıq, əlhamdülillah. Baxmayaraq ki, bəzi problemlər hər yerdə vardır, amma əlhamdülillah dini zəmində xalqlar arası, dinlər arası, məzhəblər arası bizim burada məntəqədə olmayıb belə problemlər. İnşallah ki, gələcəkdə də arzu edirik ki, olmaya Allahın izni ilə. Amma biz yaşadığımız vətəndə təbii ki, xüsusən hər zaman keçmiş və bugünkü günlərdə də bunu qeyd eləməliyik ki, yaşanılan biz vətəndə biz bir dənə vətəndaşıyıq. O vətəndaşın hüququ, mənəvi hüquqları var və bu vətəndaşın, hər bir vətəndaşın millətindən, dilindən, dinindən asılı olmayaraq, əgər bir vətəndə yaşayır, özünü vətən qərar veribsə də və mən belə başa düşürəm ki, onun neçə dənə haqqı var bu vətəndə. Biri budur ki, o vətəndə onun əmin-amanlıqda yaşamaq haqqı var. Gərək əmniyyətini qoruyalar ki, gərək əmin-amanlıqda yaşayaq. Bu bir. Elhamdülillah, az çox var ki,
gərək ədalətə riayət olma. Bu 3. Və gərək hörmətlə yaşayaq. Yəni, hörmət qoyla, hörmətimiz olsun və bu da bir haqqımızdır. Həm hüquqi haqqımızdır, gərək bizə hörmət qoyla. Hörmət qoyla, çünki biz bir vətəndaşıyıq. Əgər belə baxsaq, bizim milli azlıq deyək, nə deyək? Həm bu sözü də mən qəbul eləmirəm, mən milli azlıq filanlar. Biz Gürcüstanda bütün millətlər dinindən, millətindən asılı olmayaq, birik, bir vətənin, bir torpağın evladıyıq. Bir-birimizdən asılıyıq. Və bir-birimizdən asılıyıq, yəni əgər biz məntəqədəki bizim xalqı, zəhmətkeş xalqı bəzi zəhmət çəkdiyindən dövlətə xidmət eləyir, onu aradan götürsən, görərsən ki, bizim bir çox şeylərimiz, yəni kənd təsərrüfatında və yaxud da başqa sahələrdə və yaxud da ticarət sahəsində boş qaldı. Yəni, ehtiyacı var kənd təsərrüfatına bu vətənin ki, inkişaf eləyək. O da, əlhamdülillah, biri xalqımız, biz zəhmət çəkirik, başqa yerdə başqası zəhmət çəkir, başqa yerdə başqası zəhmət çəkir. Nəticədə, yəni, hamı bir-birindən əməkdaşlıq edir və hamı bir-birinə bağlıdır. Ona görə gərək ədalətə, həmişə öz vətənimizdə ədaləti gərək bərpa olunsun. Bütün vətəndaşlara bərpa olunsun, nəinki millətlərə bölünsün. Deyək ki, bu millətə, o millətə, birinci, ikinci, üçüncü yoxdur bizdə. Bütün vətəndaşlar bərabər hüquqludur və haqqıdır və gərək öz haqqına çata və əmin-amanlıqda yaşamaq və bərabərlik. Biz bərabərliyə də riayət eləməliyik, müsavat, bərabər. Həm hörmətlə yaşamalıyıq, biz burada basılaraq, özümüzü qısaraq, yox, hörmətlə, hörmət, ədalət, azadlığımız, əmin-amanlığımız təmin olunmalıdır, kəramətimiz həmişə bərpa olunmalıdır, hüququmuz və bərabərliyimiz. Bu şeylər təmin olunmalıdır öz vətənimizdən və biz də tələb eləməliyik və gərək də ki, əgər haqqımız taxtalanırsa da, mütləq gərək onu da tələb eləyək inşallah. Öz yolundan tələb eləyək, birlikdə tələb eləyək. Ümidvaram inşallah gələn günlərimizdə, inşallah bu dediklərimizə daha çox riayət eləyərlər. Bundan qabaq bir qədər həmişə riayət olunub, amma biz daha kamil formada riayət olunmasını istəyirik inşallah ki, ölkəmizdə bəzi adamlara qarşı ki, fitnə yaradan insanlara qarşı, millətlər arası, fitnə yaradan dinlər arası, fitnə yaradanlara gərək dövlət və orqanlar ölçü götürə onlara, özü ciddi bir ölçü götürə və fərq qoymadan bir ölçü götürə. Vətəndaş, vətəndaşdır, millətindən, dinindən asılı olmayaraq bizim tövsiyəmiz budur, hökumətə və məmurlara və aidiyyəti olan qurumlara bizim tövsiyəmiz budur ki, bizim əmniyyətimizi də, hər cəhətdən hörmətimizi də və bizim bərabər hüquqlu olduğumuzu da qorusun. Allah inşallah ölkəmizi əmin-amanlıqda qərar versin inşallah, firavanlıqda qərar versin və inşallah Allahdan da istəyək ki, inşallah ruhi, iqtisadi, maddi problemlərimiz həll olunsun və dövlətimiz məntəqəmizdə, rayonumuzda, dövlətimizdə bizim bir dənə də istəyimiz budur ki, dövlət yeni yetmə cavanlar üçün iş yerlərinin açılmasında və çoxalmasında, iş yerlərindən təmin olunmasında dövlət öz vətəndaşına kömək eləsin. Xüsusən həm elmi səviyyədə cavanlarımız var, universitet oxuyurlar. O səviyyələrdə olan öz yerini tapsın və eləcə də başqa sahələrdə iş yerlərindən nəinki xarici ölkələrə gedilsin, məcbur olunsun, öz yurdundan, vətəndən ayrılsın. Mən çox tələbimiz budur ki, öz yerimizdə o şəraitlər yarana bilər inşallah ki, onu bizim üçün mütləq yaradılmalıdır. Allah inşallah cümləmizi mübarək eləsin. Allah inşallah aqibətimizi xeyir eləsin.
Vesselamu aleykum ve rahmetullah. Bismillahirrahmanirrahim. İnna a'taynâkel kevfer fesalli li rabbike vanhar inne şâni'eke huvel ebter.